Bəqərə surəsi 10-cu ayənin qrammatik təhlili. Fi qulubihim məradun fəzədəhumullahu mərada. Onların qəlbində bir xəstəlik vardır. Bəs Allah isə onların xəstəliklərini artırmışdır. Və ləhum azəbun əlimun bimə kənu yəkzibun. Yalan təksib etdikləri üçün onlar üçün ağrıdıcı bir əzab vardır. İndi keçək təhlilə. Fi qulubihim onların qəlblərində vardır. Xəbər müqəddəm önə keçmiş xəbərdir. Fi tərkibi fi ön qoşması, üstəgəl qulubi izafətin birinci tərəfi, him izafətin ikinci tərəfi bitişən əvəzlikdir. Sonra fəzə məradun xəstəlik deməkdir. Mübtəda müəxxar sonda gələn mübtədadır. Məradun isimdir, qeyri-müəyyənlikdədir. Fəzədəhumullahu mərada. Burada fəzədəhumun tərkibi fə bağlayıcısından, ətfərfi üstəgəl mazi feili zədə feilindən, üstəgəl məf'ul. Yəni əslində bu hum idi, oldu humu. Niyə görə? Çünki burada heca açıldı, oldu. Çünki Allah kəlməsi gəldiyinə görə oldu hum, oldu humu. Beləliklə fə bağlayıcı zədə feil, hum isə onun vasitəsi tamamlığıdır. Allahu, Allah faildir. Mübtəda rolundadır. Burada məradan xəstəliklərini ikinci vasitəsiz tamamlıqdır. Niyə görə məradan burada təsirli halında oldu? Çünki zədə feili təsir elədi, məradanı saldı təsirli halına. Sonra və ləhum, vəv burada bağlayıcı, ləhum onlar üçün vardır, xəbər müqəddəm, önə keçmiş xəbərdir, şibh cümlədir, yəni cümləyə bənzərdir, car və məcrur. Yəni əslində ləli idi. Amma burada ərəb dilində qəbul olunmuş varianta görə lihum yox, ləhum oldu. Hum burada nədir bizdə olacaq? Bitişən əvəzlikdir, kişi cinsindədir və cəmdədir. Azəbun əlim, ağrıdıcı bir əzab. Mübtəda müəxxardır, sonda gələn mübtədadır. İsimlə ifadə olunub. Azəbun əlimun özü bir yerdə uzlaşan təyini söz birləşməsidir. İsim sifət əlaqəsidir. İsimlə sifət ərəb dilində 4 halda uzlaşmalıdır. Demək cins, demək müəyyənlik və qeyri-müəyyənlik, hal və kəmiyyət. Burada isimlə sifət bütün bu 4 halda uzlaşıb. Bimə kənu yaksibun, bimə səbəbi ilə və yaxud üçün mənasında da gedir. Car məcrur, bir ön qoşması və mənin, mə məstər hərfidir, mədən ibarətdir. Sonra kənu köməkçi feildir, oldular mənasındadır. Sonra yaksibunə yalan söyləyirlər, kənənin xəbəridir, bu kənənin xəbəridir. Yakzibunə feildir, ilişkəli zamandadır, üçüncü şəxsdədir və kişi cinsindədir.